bir qadın öz dünyasını necə işıqlandıra bilər? Gəlinim sadəcə o qədər yorğun idim ki, mən sadəcə təslim oldum. Mənim ayaqlarım öz-özünə getdi, mən heç nə düşünmürdüm, beynim tam sönmüşdü və mən elə bil yuxudaydım. Son zamanlar hər kəs qadın azadlığı, cəsarəti dediyimiz zaman yanlış addımlar atırlar. Mən cahil cəsarəti olan insanları yaxşı mənada qibtə edirəm. Çünki onlar həmin o cahil cəsarəti ilə bizim 1000 dəfə düşündüyümüz addımları artıq atırlar, müəyyən bir təcrübə qazanırlar. Pozitivdir, neqativdir, fərqi yoxdur. Bunu analiz edirlər və həmin o nəticələrə daha sürətli çatırlar. Heç olubmu ki, Sara xanım bu dünyaya gələndə kişi kimi dünyaya gəlmək istəyibdi? Təmizlik şirkətinə ona görə çağırırıq ki, biz vaxtımızı, enerjimizi biz qənaət edək və eyni zamanda biz təmizlik şirkəti gəlməmişdən əvvəl nə onlar bizim haqqımızda neqativ düşünməsin deyənə biz başlayırıq evi təmizləməyə. Anda qalmağı bacarmalıyıq həqiqətən və biz qadınlar bilmədən hər şey yükün öz çiynimizə alırıq, hər şey biz bacararıq deyirik, amma günün sonunda tükənirik biz. Salam, bugünkü növbətdə Aba Story podkastımızın çəkilişini edirik. Bugün mənim çox dəyərli qonağım var. Sara xanım Rəcəbli bizimlə bir yerdədir. Mənim ilk podkastımda mənə dəstək olan xanımlardan biridir. Bu günləri biz bir qadın öz dünyasını necə işıqlandıra bilər? Necəsiniz Sara xanım? Çox sağ olun Gülər xanım. Təşəkkür edirəm dəvətiniz üçün. Əminəm ki, bugünkü söhbətimiz çox möhtəşəm keçəcək. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm bugün mənimlə bir yerdə olduğunuz üçün. Sara xanım mənim üçün çox maraqlıdır və məni kimi digər xanımlarımıza da, bizi izləyən xanımlarımıza da maraqlıdır ki, bir qadın öz dünyasını necə işıqlandıra bilər? İlk növbədə bir qadın bu proses özünü tanımaqla başlayır. Öz güclü tərəfləri, öz bacarıqları və eyni zamanda həyatda qoyduğu ali məqsədlə, ali missiya ilə mən bu dünyaya necə töhfə verə bilərəm, mən bu dünyada hansı irsi qoya bilərəm və artıq o ali missiyanı, ali məqsədi özü üçün seçəndən sonra və bu ali məqsəd mütləq deyil ki, böyük bir biznes olsun, kosmosa uçmaq olsun, ən böyük layihələr həyata keçirmək olsun. Adicə, məsələn, cəmiyyət üçün layiqli vətəndaş yetişdirmək belə, bu da ali bir missiya hesab olunur. Və yaxud da adi hər hansı bir mövzuda insanlara fayda gətirəcək bir kitab yazmaq belə, bu da çox dəyərli bir irs hesab oluna bilər. Birinci, özümüzü tanımaq, güclü və zəif tərəflərimizlə tanış olmaq, özümüzlə üzləşmək, özümüzlə dürüst olmaq, özümüzdən ətrafımızda bizə dəyər verən insanların əhatəsində olmaq, hansı ki, o əhatədə olmaq belə bizi nə qədər gücləndirir və bu dəstək sistemini biz özümüz üçün qurarkən həmin o ali missiyamıza, ali məqsədlərimizə çatmaqda bu proses daha da rahatlaşır. Və eyni zamanda biz öz dünyamızı necə işıqlandıra bilərik? Prosesdən zövq alaraq, anı yaşayaraq, ancaq sonuncu məqsədi düşünməklə deyil. Çünki çox vaxtı insanda necə bu proses baş verir, insan beyni bizi necə manipulyasiya edir. Biz məqsəd qoyuruq, məqsədə çatırıq, sonra o məqsəd bizim üçün çox dəyərsiz olur. Bəli. Və daha sonra yenidən məqsəd qoyuruq. Bir tərəfdən bu çox gözəl bir şeydir, amma biz prosesdən zövq almağı unuduruq. Və qadının da təbiətində çox gözəl bir özəlliyi var, o sikl üzərində yaşamaqdır. Hansı ki, bu sikl üzərində də yaşayaraq biz öz iç dünyamızı gözəlləşdirə bilərik. Daha çox mən düşünürəm ki, bir qadın öz maraqlarını kəşf edərək, bacarıqlarını kəşf edərək və özünə sual verərək ki, mən necə bu dünya üçün faydalı ola bilərəm, nə dəyər qata bilərəm, bu suallara cavab verərək. Çünki kənardan həddindən artıq çox səslər gələcək və o kənardakı olan səsləri stop qoymaqla, öz iç səsimizi, intuisiyamızı dinləməklə biz öz daxili dünyamızı da gözəlləşdirə bilərik. Nə gözəl, həqiqətən anda qalaraq, birinci biz daxilimizi dinləməliyik, həqiqətən nədir və biz bilmədən qaçaraq həyat yaşayırıq. Nə anda qalmağa bacarırıq, nə də ki, öz daxilimizi dinləməyə bacarırıq. Çox gözəl vurğuladınız, həqiqətən. Sara xanım, bu qadın azadlığı, cəsarəti deyilir və son zamanlar hər kəs qadın azadlığı, cəsarəti dediyimiz zaman yanlış addımlar atırlar. Bununla bağlı sizin də fikriniz önəmlidir. Mənə görə qadın azadlığı və cəsarəti özü ilə üzləşmək cəsarəti ilə bağlıdır. Özü ilə üzləşmək nədir? Bir qadın əgər daxili psixologiyası üzərində işləyirsə, şüuraltı qorxular olsun, onun uşaq vaxtından ötürülən neqativ fikirlər olsun, özü haqqında, dünya haqqında bununla üzləşmək, özünə özü də bilmədən, fərqində olmadan
danışdığı yalanlar haqqında fərqindəlik qazanmaq, mən düşünürəm ki, bir qadının, ümumiyyətlə təkcə qadın yox, bir insanın azadlığı və cəsarəti bundan başlayır, özü ilə üzləşməkdən. Çünki nəyə görə çox vaxt biz özümüzlə üzləşməkdən, reallıqla üzləşməkdən çəkinirik? Çünki cəmiyyət bizi elə bir mədəni kodla yetişdirir ki, cəmiyyət üçün çox yaxşıdır, yaxşı qız olmaq, yaxşı oğlan olmaq, əgər biz cəmiyyətin bütün qayda qanunlarına riayət ediriksə, bizə hətta zidd olan, bizə ziyan verən hər hansı bir mühitə düşdükdə biz o mühitə qarşı çıxa bilmiriksə, etiraz edə bilmiriksə, öz səsimizi çıxarda bilmiriksə və biz bunu içimizdə boğuruqsa öz emosiyalarımızı, bizə deyirlər ki, sən necə gözəl bir insansan, sən bizə lazımsan. Və eyni zamanda bu bizi boğur, bu bizi baskı olur bizə. Baskı olur və daha sonra bu emosiyalar o qədər bədəndə uzun müddət qalır ki, daha sonra bu panik ataklar, depressiya kimi də özünü çıxarda bilər. Qadın donur, həqiqətən o hissiyatsız bir olur, bilmir nə etsin. Çünki o çox gözəl vurğuladınız, kodlaşdırılmış bir cəmiyyət tərəfindən kodlaşdırılmış birisi. Eyni zamanda nəyi mən əlavə etmək istərdim? Cəsarət və azadlıq nə ilə bağlıdır? Mən özümdə intuitiv şəkildə hiss edirəm ki, mən nəyisə etməliyəm. Bu məndə daxili bir istək var, hansı ki, heç kimə ziyan vermir. Məsələn, mən kitab yazmaq istəyirəm və yaxud da mən hər hansı bir yerə getmək istəyirəm öz inkişafımla bağlı. Bu mənə xeyir gətirəcək, heç kimə də ziyan gətirməyəcək. Amma eyni zamanda mənim çox ciddi bir baryerim var. Mən kimdənsə icazə almalıyam, məsələn. Bu valideyn ola bilər, bu partnyor ola bilər və s. və s. Və burada çox ciddi bir konflikt yaşanır. Mən nəyi seçim? Öz arzularımı, xəyallarımı seçimmi? Hansı ki, mənə faydası deyəcək? Və yaxud da mən kimisə gözündə yaxşı olmağı seçimmi ki, mən onun gözündə yaxşı qız anlayışında olum. Və burada artıq ciddi bir konflikt olanda biz başlayırıq xəstələnməyə. Çünki bu yalanlar davamlı şəkildə təkrarlanır. Bədən immuniteti gücü çatmır. Düşünürəm ki, real azadlıq özümüzlə dürüstlükdən başlayır. Hansı ki, mən bunu real istəyirəmsə, mən özümdə cəsarəti görürəm ki, o super ego hansı ki, cəmiyyət, ailə tərəfindən mənə ötürülür, mən ona qarşı çıxa bilim, heç kimə də bu tərəfdən də ziyan vermədən. İncitmədən. Məncə, qarşılıqlı söhbət əsnasında o vurğuladığınız valideynlərlə, yəni müəyyən yaşda insanlar var, 30-da, 35 yaşında insanlar cəsarət edə bilmirlər. Bu kişi də ola bilər, qadın da ola bilər. Və o zaman valideyn, biz cəmiyyəti düşünürük, valideyni düşünürük. Qarşılıqlı məncə anlayış burada daha önəmlidir və insan istədiyi bir şeyi əldə etmək üçün orada cəsarət də olmalıdır və azadlıq da o anda olacaq həqiqətən. Mənim öz təcrübəmdə valideynlərdən icazə məsələsində bir məqamı mən sizlə bölüşmək istəyirəm. Məsələn, mənim valideynlərim uzun müddət bəzi şeylərdə mənə qadağa qoyurdular. Məsələn, xaricə getməklə bağlı. Mən özüm Sumqayıtda yaşamışam. Bakıya belə sinif yoldaşlarımla sinemaya gəlmək böyük bir problem idi. Bir tərəfdən mən onları təbii ki, çox yaxşı anlayıram. Yəni xüsusən yaşa dolduqca insan daha yaxşı anlayır. Bu qədər qeyri-stabil bir dünyada onların əsas məqsədi bizi qorumaqdır. Amma bu qorunmağın sərhədləri nədən ibarətdir? Bu hər zaman bir çox dərin bir fəlsəfi suala çevrilir valideynlər üçün. Çünki bir tərəfdən valideyn müstəqil bir şəxsiyyət yetişdirmək istəyir, amma bir tərəfdən də onu maksimum təhlükələrdən qorumaq istəyir ki, onun canı acımasın, ruhu acımasın. Və məndə bu necə baş verdi? Məndə bu etap valideynlərimlə danışaraq və eyni zamanda bəzi məqamlarda sərt xarakterimi göstərməklə. Və mən özüm də gözləmədim. Bəlkə də mən başqa ailədə olsaydım, bəlkə də biraz fərqli nəticələr ola bilərdi. Amma sırf mənim öz ailəmdə mənim xarakterimin açıq şəkildə onlara bildirməyim onları inandırdı ki, Saranın belə bir sərbəst bir xarakteri var. O artıq sərbəst qərarlar verə bilir və biz artıq ona güvənə bilərik. Və bu günlərimiz Sara xanım artıq həqiqətən o sağlam cəsarətinin qarşısında bugün Sara xanım başqa pillələrdədir və mən inanıram ki, bir valideynləriniz də sizə baxanda həqiqətən təşəkkür eləyirlər. Mən də onlara həqiqətən də təşəkkür edirəm hər şey üçün. Çünki onlar həqiqətən də əllərindən gələni ediblər ki, mən bu vəziyyətə gəlim, müəyyən bir proseslərdən keçim, müəyyən bir təcrübələrdən keçim. Onlar mənə çox güclü bir baza veriblər. Bu çox önəmlidir hər hansı bir övladın şəxsiyyəti yetişdirilməsi üçün. Təbii ki, travmatik hadisələr olub bizim ailəmizdə də, özümüzdə də və bunu mən psixoterapiya ilə həmin o travmatik hadisələrə yanaşmamı dəyişməklə müəyyən bir fərqindəlik qazanır insan və anlayır ki, həmin o travmatik hadisələr belə çox önəmlidir ki, biz bir şəxsiyyət olaraq
təkamül edək. Həmin o travmatik hadisələrə yanaşmalarımızı dəyişərək bizdə əslində bu fərqindəlik bizdə qazanılır ki, bəlkə də bu təcrübələr olmasaydı biz indiki hala gəlməzdik. Bəzən həmin hadisələr çox önəmlidir ki, biz özümüzü transformasiya edək. Belə bir söz var, cahil cəsarəti və çox fərqli yerlərdə, hətta bunu psixologiyada bəzi sindrom və effektlərlə də buna ad verirlər. Mən buna biraz fərqli yanaşıram. Mən cahil cəsarəti olan insanları yaxşı mənada qibtə edirəm. Çünki onlar həmin o cahil cəsarəti ilə bizim 1000 dəfə düşündüyümüz addımları artıq atırlar, müəyyən bir təcrübə qazanırlar. Pozitivdir, neqativdir, fərqi yoxdur. Bunu analiz edirlər və həmin o nəticələrə daha sürətli çatırlar. Və çox vaxtı bu nə vaxt xüsusən formalaşıb? Həmin o cahil cəsarəti sözü bizim cəmiyyətimizdə. Xüsusən bu influencerlar, blogerlər yaxşı pul qazananda Instagramda, hansı ki ali təhsil alan insanlar, bir çox yerlərdə işləyən insanlar, müəyyən bir stabil maaşı olan insanlar, həmin insanlara baxırdılar, belə yekəxana bir formada onlara səslənirdilər ki, onlar heç nə bilmirlər, savadsızdılar, nitqləri o qədər də yüksək bir səviyyədə deyil, amma onlar bizdən çox qazanırlar. Demək ki, onlar həqiqətən də cahildirlər, cahil insanlar necə çox qazana bilərlər. Və mən cahil cəsarəti olan insanlara yaxşı mənada qibtə edirəm. Yaxşı mənada, necə deyim, onları dəstəkləyirəm. Nəyə görə? Çünki norma və anormal hər hansı bir cəmiyyətdə, hər hansı bir mühitdə nisbi bir anlayışdır. Bəzi mühitlər üçün həmin cahil cəsarəti çox önəmlidir. Bəzi mühitlərdə o daha çox zərər verə bilər. Ona görə də ümumi deyim ki, cahil cəsarəti çox pis bir şeydir. Mən bunu deməzdim. Çünki bəzi böhran hadisələrdə bizim bilmədiyimiz, etdiyimiz cəsarətli addımlar həmin o böhranın idarə olunmasında daha çox yaxşı təsir göstərə bilər. Həqiqətən çox gözəl bunu şaxəli, geniş izah etdiniz. Bu cəsarət, mən özüm də öz həyatımda çox cəsarətlər edən bir xanım olmuşam. Öncə vurğuladığınız valideynlərlə bağlı və məni də hər zaman cəsarətlərimdə anam mənə cəsarətləndirən olubdur ki, sən bunu bacaracaqsan və çəkdiyim podkastda da hər zaman, hər çəkilişə baxandan sonra daha çox cəsarətləndirir. Yəni mən bu işi edirəm, amma hər çəkilişdən sonra, hər dəfə mənə geri dönüş edəndə daha çox məni cəsarətləndirir və bu çox gözəl bir şeydir. Çünki mən öz anamdan cəsarəti aldığım zaman öz evimdə böyütdüyüm öz qızıma da o cəsarəti verə bilərəm həqiqətən. Və biz hər birimiz yolda öyrənirik, təcrübədə yeni səhvlər edərək öyrənirik və cahil cəsarəti sözü belə mənim özümdə, xüsusən akademiya sahəsində və elm sahəsində bu yayılıb bu söz. Akademiklər, elm işçiləri, alimlər hansı ki bu sözdən tez-tez istifadə edir, amma əslində onlar özləri də ən böyük bir illüziyaya girirlər. Bu illüziya nədən ibarətdir? Elm əgər özü tez-tez inkişaf edirsə və elmi yanaşmalar özləri də belə zamanla dəyişirsə, 70-ci illərdə Nobel mükafatını qazanan ixtira 2025-ci ildə səhv adlandırılıb. Psixologiya ilə bağlı. Və bu deməkdir ki, o vaxt ki, Nobel mükafatı qazanan elm tərəfindən qəbul olunan hər hansı bir yanaşma zaman keçdikcə artıq o öz aktuallığını itirir. Və bu deməkdir ki, elmi bir yanaşma belə 100% ali bir həqiqət deyil. Elmin əgər ən vacib missiyası bizim həyatımızı asanlaşdırmaqdırsa, o inkişaf etdikcə yavaş-yavaş bizim həyatımızda da müəyyən bir təkamül prosesləri baş verir. Amma biz əgər elmdə hər bir şeyi ali həqiqət kimi qəbul ediriksə, bu artıq daha çox radikal yanaşmaya gedir və istənilən sahədə radikal yanaşma bizi daha çox illüziyalara aparır. Həqiqətən. Sara xanım, bu son dönəmlərdə, trendlərdə belə deyək, kişi və qadın münasibət haqqında çox danışılır. Yəni qadınlar daha çox bacarır, qadınlar daha çox güclüdürlər. Qadının bacardığını kişi bacarmır. Kişilər ova çıxır, amma qadınlar onu bacarmır. Bu trendlərdə son zamanlar çox danışılır. Mənim üçün maraqlıdır ki, kişi və qadın arasındakı münasibətlərdə siz nəyi sezmisiniz? Və heç olubmu ki, Sara xanım bu dünyaya gələndə kişi kimi dünyaya gəlmək istəyibdi və nə üçün? Çox təşəkkür edirəm bu suala görə Gülər xanım. Ümumiyyətlə son dönəmlər həqiqətən də tez-tez mediada bu kimi videolar, postlar paylaşılır ki, həddindən artıq çox radikal bir yanaşmalar formalaşır, qarşı durmalar. Bəzi insanlar qadınları hər kəsdən üstün hesab edir və bunu açıq mesaj kimi bölüşür. Bəzi postlarda, media kanallarda kişilərin hər şeydən, hər kəsdən üstün olduğu göstərilir və bunlar hamısı məqsəd yönlü şəkildə baş verən hadisələrdir. Nəyə görə? Çünki qarşı durmalar istənilən sahədə daha çox
stres yaradır, daha çox xəstəlik yaradır və bu kapitalizmə və siyasi sistemlərə çox sərf edir. Ona görə də əgər biz bu manipulyasiyalara uğramaq istəmiriksə, biz ümumiyyətlə bir şeyi unutmalıyıq ki, qadın 100% kişidən bu şeylərdən üstündür, bu şeylərdə güclüdür və yaxud da kişi qadından daha çox üstündür bu kimi hallarda bunlar hamısı illüziyadır. Çünki hər kəs individualdır. Bəli. Məsələn, belə bir fikir formalaşıb ki, qadınlarda intuisiya daha güclüdür. Statistik məlumatlara görə, müəyyən bir elmi mənbələrdə, müəyyən bir araşdırmalarda müəyyən bir fərziyyə formalaşıb ki, qadınlarda intuisiya güclüdür, təkamül prosesində bu inkişaf edib, analıq instinktinə görə, digər məsələlərə görə. Bu bəlkə də reallıqda öz mövcudluğunu tapsa da belə, amma reallığın özündə də belə elə bəylər, elə kişilər də ola bilər ki, onların intuisiyası bəzi qadınlardan daha üstün olsun. Yəni burada mən daha çox individual baxardım. Nəinki ümumi qadın kişi haqqında nə kim baxımından necə üstündür. Onlar arasında əsas fərqlər bioritmikadan ibarətdir bədən olaraq ki, məsələn, qadınlar aylıq sikl üzərində produktivliyini planlayırlar, öz işlərini planlayırlar ki, daha çox işlərini və yaxud da öz həyatını daha da balanslı şəkildə həyata keçirdə bilsinlər. Bəylərdə bu daha çox günlük üzərindədir, günlük şəkildə onlar bunu planlayanda daha produktiv olurlar. Amma yenə də burada mən nəsə desəm ki, qadınlar hər hansı bir araşdırmaya görə, hər hansı bir statistikaya görə qadınlar 100% kişilərdən bu şeydən üstündür və yaxud da kişilər qadınlarda hər hansı bir məsələdə üstündür, bu ən böyük bir illüziya olacaq. Və mən heç vaxt insanları illüziya salmaq istəmirəm. Çünki hər hansı bir statistik məlumat heç vaxt reallığı tam olaraq əks etdirmir. Statistika necə formalaşır? Hər hansı bir universitetdə müəyyən bir araşdırma aparmaq istəyirlər. Onlar müəyyən bir fokus qrup seçirlər, 10.000 nəfər. Hər hansı bir ölkədə, qərb ölkələrində daha çox bu araşdırmalar gedir. Və qərb ölkələrində kişi-qadın münasibətlərinə, onların mədəni kodları ilə, onların ego inkişaf mərhələsinə aid olan cəmiyyətlərdə olan araşdırma nəticələri daha sonra Azərbaycanda ali həqiqət kimi qəbul olunur. Və burada çox böyük bir disbalans yaranır ki, Azərbaycanın qadın-kişi anlayışları, qadın-kişi münasibətləri, ailə anlayışı, hər bir şey çox fərqli mədəni kodlarla idarə olunur. Və məhz buna görə biz burada çox tənqidi yanaşmalıyıq. Elmi ədəbiyyata da belə qadın-kişi münasibətlərlə bağlı. Və hər qadın individualdır, hər kişi də individualdır və məhz buna görə də hər qadın-kişi münasibəti də individualdır. Bir məsələyə də fikrimi bildirmək istərdim, bayaq sizin o sualınıza əsasən. Nə vaxtsa məndə bu sual olubmu ki, kaş ki mən kişi kimi doğulardım. Bəli, məndə olmuşdu, xüsusən yeniyetmə yaşlarımda. Çünki məndə menstrual ağrılar o qədər hər zaman güclü olub ki, mənim üçün çox dözülməz idi və mən hər zaman özümə deyirəm ki, nəyə görə qadınlar bu proseslərdən keçməlidir? Nəyə görə hər ay biz bu ağrılardan keçməliyik? Kaş ki mən kişi kimi doğulardım, məndə menstrual sikl olmazdı və mən bu ağrılardan keçməzdim. Hətta bəzi bəy dostlarımla da belə bunları hamısını müzakirə edən dedi ki, Sara, həqiqətən də bəzən biz qadınlara belə baxırıq, siz nələrdən keçirsiniz də bu menstrual sikl üzərində və biz sizi anlamağa çalışırıq, amma biz bilirik ki, eyni zamanda sizin keçdiyiniz bu yolu, prosesləri biz tam anlaya bilməyəcəyik, çünki bu bir təcrübədir. Yəni yeganə nə vaxt ki mən bunu hiss etmişəm, o sırf menstrual ağrılara görə bu fikir mənim dəfələrlə yeniyetmə dövründə gəlmişdi. Amma daha sonra menstrual coachingdə, menstruasiya haqqında fərqindəlik qazanandan sonra məndə tam fərqli bir effekt oldu ki, mən qadın olmaqdan daha çox fəxr etdim, daha çox bundan zövq almağa başladım. Məncə yeniyetmə dövründə bunu hər bir xanımlar yaşayır. Həqiqətən mənim də olubdu, bunu eşitmişəm dəfələrlə. Kişilər bəxtəvərdir. Onlar sərbəstdirlər. Biz menstruasiya yaşadığımız zaman o ağrıları biz çəkirik, onlar ağrı çəkmirlər və daha sərbəst olurlar. Və bunu bütün yetkinlik dövründə məncə hər bir xanımlar, hər bir yetkinlik zamanı biz qadınlar bunu ifadə edirik. Hamımız bu hissləri yaşamışıq həqiqətən. Amma nə yaxşı ki, qadın da olmuşuq. Sara xanım mənim üçün çox maraqlıdır. Belə bir sual sizə vurğulayım. Öz evinin qadını, öz biznesinin sahibi və öz daxili dünyasının təmizləyicisi qadın onu necə bacara bilər və necə uğurlu ola bilər burada? Son dönəmlər mediada o qədər bunu göstərirlər. Qadın hər şeyi çatdırmalıdır, qadın hər şeyi bacarmalıdır. Çox güclü bir obraz kimi, qəhrəman obraz kimi bu bizə təqdim olunur. Hətta biz analarımızın özündə də biz görmüşük ki, hər şeyi belə çatdırırlar. Amma mən əminəm ki, biz nə vaxtsa hər şeyi çatdıran analarımıza bu sualı versək ki,
sən özün seçmisənmi bu hər şeyə çatdırmağı, özün istəmisənmi bunu etməyi və özünü necə hiss etmisən? Onlar 90% hallarda özlərini xoşbəxt olmadığını bildirəcəklər, böyük bir burnout, stres olduqlarını qeyd edəcəklər. Çünki biz robot deyilik, biz insanıq və bu qədər kompleksli bir reallıqda, hardakı hər şey sürətlə biz hər şeyə çatdırmağı bacarmalıyıq. Hər şeyə çatdırmaq bu bizim özümüzə etdiyimiz ən böyük haqsızlıqlardan biridir. Yəni həm mental olaraq, həm də fiziki olaraq. Balansda saxlamağın ən vacib yollarından biri deleqasiya etmək bacarıqdır ki, məsələn, bəzi şeyləri biznesimdə, bəzi strateji məsələlər olsun, bəzi əməliyyat işləri olsun, mən komanda üzvlərimə bunu yönləndirirəm ki, mən evimdə bəzi işləri məşğul olanda biznes özünü idarə eləsin. Yəni biznesdə hər zaman başının üstündə mən dayanmam. Mən elə bir sistem qurum ki, o sistem özünü işləyə bilsin. Və yaxud da evdə hər hansı bir işləri mən özüm çatdıra bilmirəmsə, hansı ki də bu da normaldır. Mən onu outsource edirəm. Yəni mən gedirəm təmizlik şirkətinə, mən onu pul qazanıramsa, biznesim varsa, mən bu pulu onsuz da qazanmaq üçün enerji xərcləyirəmsə, demək ki, mən onu bəzi işləri zamanımı qənaət etmək üçün bəzi işləri mən outsource etməyə o pulu verə bilərəm. Çox vaxt biz bunda xəsislik edirik. Hətta bizdə cəmiyyətdə belə bir şey var. Çox maraqlı bir müşahidədir. Təmizlik şirkətinə bizim xanımlar dəvət edirlər. Təmizlik şirkəti gəlməmişdən əvvəl özləri evi təmizləyirlər. Aha. Və burada iki qat biz enerjimizi itiririk. Bir tərəfdən biz pul qazanırıq ki, biz enerji veririk ki, pul qazanaq. Və biz təmizlik şirkətini ona görə çağırırıq ki, biz vaxtımızı, enerjimizi biz qənaət edək. Və eyni zamanda biz təmizlik şirkəti gəlməmişdən əvvəl nə onlar bizim haqqımızda negativ düşünməsin deyənə biz başlayırıq evi təmizləməyə. Çox hallarda bu belə baş verir. Çünki biz qorxuruq ki, görəsən mənim haqqımda nə düşünərlər. Birdən məni pinti hesab edərlər, natəmiz hesab edərlər. Və zaten mən bu xidmətdən istifadə edirəm. Onu çağıram ki, mənim evim təmizlənsin və plus mən 2 qat enerji qoyuram. Yəni burada yenə də özümüzə danışdığımız bir yalandır da, bir paradoks yaranır özümüzdə. Və məhz buna görə balans hər zaman hər şeyə çatdırmaq mümkünsüzdür. Çünki biz robot deyilik. Biz indiki texnologiyalarla biz bunu edə bilərik və bəzi işləri outsource edərək. Gülər xanım, sizin təcrübənizdə bu necədir? Mən əlbəttə çox disiplinli bir xanım olaraq hər şey çalışırdım özümdə. Vurğuladığınız kimi hər bir şey, hər şeyin dalınca özüm çatmaq istirdim. Həm ev işi olsun, həm uşaq olsun, həm şəxsi sahibkar kimi kiçik biznesim vardı o zaman. Hər şeyin dalınca özüm çatmağa çalışdım. Amma müəyyən bir zamandan sonra mən tükənmiş hiss etdim özümü və psixoloqa vurğuladım. Yaxın psixoloqa müraciət etdim ki, mən depressiyadayım, amma depressiya düşməyimin səbəbi bilmirdim nə idi və onda aydın oldu ki, hər şeyin, həm evimin qadını olmaq istəyirəm, həm çox gözəl, mükəmməl həyat yoldaşı olmaq istəyirəm, gözəl ana olmaq istəyirəm və bunlara mənim çatdıracaq artıq enerjim bitmişdir. Və mən o zaman stop Gülər deməyi bacardım və oradan özümü çıxartdım Sara xanım. Və mənim üçün indi yeni texnologiya, düzdür, hər kəsin buna büdcəsi çatmaya bilər. Yeni texnologiya deyilən robot olsun, ev işlərini görməkdə və yaxud da mənə kömək edən xanım olsun. Yəni mən özümü burada seçim kimi özümə belə köməklik etdim. Amma bunu bacara bilməyən, maddi durumu olmayan çox ailələrimiz, çox xanımlarımız var. Amma buradan onu demək istəyirəm ki, həqiqətən stop deməyə bacarmalıyıq. Evi yoxdur, evimiz toz olsun, yeməyimiz hazır olmasın, mükəmməl həyat yoldaşı olmağa çalışmayaq, özümüz olmağa çalışaq. Həqiqətən bu tükətməyək özümüzü. Vurğuladınız ki, biz analarımıza, siz də, mən də öz analarımıza sual versək, Sara xanım, bəli, bizim analarımız çox əziyyət çəkibdir. Onların zamanında bu qədər texnologiya inkişaf etməmişdi. Hər şeyi özləri çalışırdı və mən çox gözəl xatırlayıram ki, analarımız bizə dərs öyrətməkdə belə yardım edirdi. Amma bunlar indi artıq, indiki zəmanədə dəstək çox gözəldir və qadın özü işləyib,
xəstə etməli deyil. O büdcə ayrılmalıdır. Həftənin bir günü də olsa ona o büdcə ayrılmalıdır. Məncə bu daha gözəl olar. Və bayaq biz sizlə də çox gözəl bir söhbətimiz də olmuşdu. Özümüzə hərdən zaman ayırmaq, inzivaya getmək, tək qalmaq, bu o qədər çox önəmlidir ki, çox həqiqətən öz intuisiyamızla baş-başa qalmaq üçün, dincəlmək üçün, çünki ailə qayğıları olsun, biznesin qayğıları olsun, hər bir şey beynimizdə o qədər hər şey fırlanır ki, hərdən bu indiki zamanda özümüzə stop demək çox önəmlidir ki, çünki biz telefonumuzu zaratkaya qoyuruq, amma özümüzü zaratkaya qoymuruq. Özümüzə sizinlə danışdıq biz bunu ki, Sara xanım sizə 2 həftə əl çatmadı. Biz narahat idik. Sara xanım hardadır? Çünki çox gözəl danışırıq. WhatsApp görüşməsək də münasibətimiz var. Və siz geri dönüş edəndə mən 14 gün idi. Səhv etməmişəm, elə buralardınız. Telefondan, internetdən, hər şeydən uzaq və mən izlədim ki, siz nələr etmisiniz. Və bunu etməlidir hər bir qadın. Həqiqətən özümüzü yormadan. Evdə mən çalışıram Sara xanım, evdə o telefonu kənarda qoymağa çox çalışıram. Çünki bəzən o telefona evdə də telefonla məşğul oluruq. Uşaqlara belə fikir eləmirik, amma o anda qalmağı bacarmalıyıq həqiqətən və biz qadınlar bilmədən hər şey yükün öz çiynimizə alırıq, hər şey biz bacararıq deyirik, amma günün sonunda tükənirik biz. Eynən həmin 14 günlük detoks mən sizlə tamamilə razıyam. Təşviş hissini o qədər azaldır. İndiki dünyada hər şey bizə o qədər təşviş hissini ötürür. Mediada oxuduğumuz məlumatlardır, xəbərlərdir, sonra influencerların paylaşdığı məlumatlardır. Biz özümüz başlayırıq özümüzü digərlərinə müqayisə etməyə. Hər gün nəsə dünyada baş verir və əsasən neqativ xəbərlər bölüşülür və o məlumatların heç biri bizim həyatımızda praktik faydası yoxdur və onu filtrasiya etməkdə beynimiz çox yorulur. Və məhz buna görə bu detokslar çox önəmlidir. Hətta mən növbəti illərdə özümə belə bir məqsəd qoymuşam ki, necə mən 1 il ərzində bu detoksu edim. Necə bir sistem qurum ki, mən artıq telefona, kompüterə çox limitli, məsələn, gündə maksimum 1 saat 30 dəqiqə girərək bu sistem özünü işlədə bilsin. Yəni həqiqətən də bu çox önəmlidir. Mən deyəcəm Sara xanım bunu 14 günü bilmirəm ilkin etapda, bunu 7 gündən başlayacağam ilkin etapda, amma çox etmək istəyirəm həqiqətən, çünki bu bizə lazımdır. Beynimiz sakitləşməlidir, özümüzdən qalmalıyıq, daxilimizi dinləməliyik, yeni etaba keçməliyik. Və mən əminəm ki, Gülər xanım, siz bu dönəmdə belə hər şey söndürəndən sonra siz özünüz haqqınızda o qədər məlumatları əldə edəcəksiniz. Sizə birdən-birə elə bir məlumatlar gələcək özünüzlə bağlı, daxilinizlə bağlı, intuisiyanın verdiyiniz məlumatlar əsasında. Mən özüm şok olmuşdum ki, 14 gün ərzində mən mahnı yarada bildim, mənim heç bir musiqi təhsilim olmadan. Birdən-birə mənim beynimə sözlər gəlir, özdə ingilis dilində gəlir. Birdən-birə mənə melodiya gəlir. Və siz onları qeyd edirdiniz? Mən onu qeyd edirdim. Özünüzlə tək qalmısınız da, sırf özünüzlə. Sara və daxilindəki Sara'nın bir yerdə həqiqətən yeni etaplarla çox gözəl keçdi. Və mən izləyirəm sizi, görürəm ki, tam fərqli artıq sizin səhifənizdə və tam fərqli bir etapdadır Sara xanım. Çox gözəl həqiqətən. Və Sara xanım, bu sizinlə bir sual vermək istəyirəm ki, mənim üçün çox sizi bir etiraf etmək istəyirəm ki, mən Sara xanımı necə kəşf etmişəm. Kəşf etmişəm deyəndə, yəni sizi izləyirdim səhifənizi, amma 1 ildən çoxdur artıq, il yarım da olar bəlkə də. Mən heç bu podkast layihəsi haqqında bir fikrim yox idi və zamanında kiçik bizneslərimi bağlamış xanım kimi, belə deyim də, nə edim deyə düşünürdüm. Yenidən necə start eləsin Gülər, necə başlayım, onu özümdə fikirləşirdim. Axşam idi, çox gözəl xatırlayıram. Telefona baxdığım zaman qarşıma Instagramda sizin videonuz çıxdı ki, Sara xanım, bir xanım, heç izləyirdim deyə adınızı da tam bilmirdim. Bir xanım Respublika Sarayında hər kəsin önündə rəqs edir. Mən həqiqətən, wow, bu nə cəsarətdir də. Yəni bunu demişdim və Sara xanımdır bu. Və o gündən hər gün sırf Instagrama girəndə mən sizin adınızı qeyd edirdim. Şəxsi səhifənizə girib storylərinizə baxırdım və izləməyə, daha çox sizi izləməyə başladım. Çox yaxın rəfiqəm də sizinlə münasibəti olduğundan və biz başladıq sizin haqqında danışmağa. Mənim üçün sizi kəşf etməyim, sizin rəqs etməyinizdir və mən bilirəm ki, artıq siz tango rəqsi ilə məşğulsunuz.
və onun yanında boksla məşğulsunuz və bizi ikimizi bir-birimizə bağlayan nüanslardan budur ki, mən özüm də 4 il boksla məşğul olan bir xanım kimi və daha gənc yaşımda, 18-19 yaşımda tangoya həvəsim olub və tangoya getmişəm. Hər kəsdən gizlədib buna getmişəm də. Çox sevirdim tango rəqsini. İçimdə bir yerdə qalıb o balaca güllər onu bitirməyib hələ. Sara xanım, tango rəqs etdiyiniz zaman, boksla məşğul olduğunuz zaman keçirdiyiniz hisslər, daxili hissləriniz mənim üçün çox maraqlıdır. Və boks elə bir idman növüdür ki, bizdə o boksla məşğul olduğumuz zaman bizim aqressiyamız üzə çıxır, gücümüz üzə çıxır və bunu haqqında paylaşardınız və mən orada da sizə bir etiraf edəcəm boksla bağlı. Ümumiyyətlə. Çox təşəkkür edirəm bu anları yenidən xatırlatdığınız üçün. Ümumiyyətlə həmin konsert olmuşdu keçən ilin deyəsən dekabrında səhv etmirəmsə və bu yaxınlarda mən bir gözəllik salonuna gedəndə o salonda çalışan ustalardan biri məni gördü, dedi ki, siz həmin o konsertdə rəqs edən xanım deyirsiniz. Mən dedim ki, bəli, mənimdir ki, mən sizi dərhal tanıdım. Yəni belə xoş təsir göstərir təbii ki, belə geri dönüşlər. Amma mən sizə deyim, həmin o rəqs edəndə, həmin zalda və daha sonra onun videosunu öz səhifəmdə paylaşanda iki yerə bölündü auditoriya. Hər birində oxumuşdum kommentariyaları, həqiqətən hər birində. Həddindən artıq çox öz heyranlığını bildirən, bəyənənlər və tənqid edənlər və tənqid edənlər. Tənqid edənlərin arasında 99% hallarda bunu özünə icazə verməyən insanlardır. Hansı ki, onlar bunu cəsarətli addımı daha çox travmatik bir addım kimi adlandırırdılar, buna ad qoyurdular, məna qoyurdular və düşünürdülər ki, bir insan heç vaxt istədiyi bir hərəkəti konsert edə bilməz və hətta bunu rol çalması kimi gördülər ki, mən insanların diqqətini müğənnidən özümə çalmağa çalışırdım və belə bir yozmalar da olurdu. Təbii ki, mən hər birini normal qəbul edirəm. Nə qədər insan var, o qədər də daha çox fikir var. Təbii ki, heç birini də mən şəxsi qəbul etmirdim. Və nəyə görə, necə oldu ki, mən o şeyə çıxdım, o konsertə çıxdım. Mən tangodan siz demişkən 2 ildir məşğulam və 2 il məşğul olarkən də həmin o Yasmin Levinin o musiqisi, Una Noche Mas mənim sevdiyim musiqilərdən biridir və mən özümə söz vermişdim ki, nə vaxtsa canlı hardasa konsertdə tango musiqisi olsa, mənim partnyorum oldu, olmadı, mən gedib rəqs edəcəm. Bravo, cəsarət. Bravo, həqiqətən. O daxildən gələn bir hiss idi və mən yadımdadır ki, o konsertdə oturanda ondan qabaq musiqilər səslənirdi. Sonra həmin o musiqiçi xanım, ifaçı Yasmin xanım, o başlayanda o musiqinin səsini elan etməyə, ifa etməmişəm və mən artıq çıxdım. Düşdüm aşağı. Birinci mənə icazə vermirdilər. Orada security var idi. Dedilər ki, icazə yoxdur, siz burada dayana bilməzsiniz. Mən dedim ki, mən burada özüm üçün rəqs edəcəm. Bu musiqi mənim üçün çox önəmlidir. Və daha sonra mən sadəcə musiqini dinləyirdim. Düzgün oldu, olmadı. O anda qaldım. Və mən heç kimi düşünmürdüm də orada. Yəni mənə necə baxacaqlar, məni necə qəbul edəcəklər. Mən sadəcə musiqini hiss edirdim, dinləyirdim. Təbii ki, istərdim ki, orada tango partnyor da olsun, onunla bir yerdə daha fərqli olardı. Amma mən bilirdim ki, bu an bir daha təkrarlanmaya da bilər və bu anı tam yaşamaq lazımdır. Konsertdən sonra mənə yaxınlaşan da olurdu, öz heyranlığını bildirən də olurdu. Amma çoxsu təbii ki, elələr də vardı ki, deyiblər ki, bu qız neynədir? Yəni çıxır özünə qarşı belə bir diqqət cəlb etməyə çalışır. Bizim konsertdə də deyirdilər. Konsertdən birbaşa mənə demirdilər, amma konsertdə olanlar rəydə onu bildirdi ki, bizim heç xoşumuza gəlmədi bu hərəkət. Və tangoya gəldikdə 2 ildir ki, mən məşğulam tango ilə. Düzdür, biraz pauza vermişəm. Tango məni necə hiss etdirir? Mən tangoda ilk dəfə ən dərin meditasiyanı hiss elədim. Zaman və məkan anlayışını itirdim. Mən əvvəl ona çox texniki baxırdım. Hərəkətlər düz olsun, qəşəng olsun. Məsələn, İlk dəfə mən təslim olmağı öyrəndim bəy partnyora. Mən elə bilirdim tangoda Sara xanım vurğuladınız. Bədən duruşu önəmlidir. Bədən qamət çox önəmlidir. Amma vurğulayırsınız ki, siz ilk dəfə orada, yəni meditasiya. O 1 ildən sonra oldu Gülər xanım. Mənə bundan öncə uzun müddət tango ilə məşğul olanlar deyəndə ki, bu meditasiyadır rəqsdən daha çox. Mən buna inanmırdım. Çünki mən buna belə qəşəng görünən, ehtiraslı, emosiya dolu bir rəqs kimi görürdüm. Amma sonra mən özüm bunu yaşayandan sonra mən anladım ki, əslində filmdə göstərilən o ağızda olan qızıl güllər, o ehtiras, o sadəcə şou proqramdır, performansdır. Amma əsl real tangoda
başqa bir insanla kontaktla siz dərin meditasiya yaşayırsınız. Və mən onu ilk dəfə özüm də gözlənilmədən yaşadım. Mən yorğun gəlmişdim tango gecəsinə, özdə gecikmişdim 1 saat. Gəldim sadəcə o qədər yorğun idim ki, mən sadəcə təslim oldum. Mənim ayaqlarım öz-özünə getdi, mən heç nə düşünmürdüm, beynim tam sönmüşdü və mən elə bil yuxudaydım. Partnyor məni özü ilə aparırdı, mən onu hiss edirdim, impulslarını və mən məkan-zaman anlayışını itirmişdim. O flow sözü var, anda qalmaq prosesdə, zaman-məkan anlayışını itirmək. Mən onu ilk dəfə tam hüceyrə olaraq, tam bədən olaraq tangoda yaşamışdım. Nə gözəl Sara xanım. Həqiqətən siz danışdıqca o stop elədiyim o balaca Güləri xatırladım da, gənc Güləri, yəni hansı 19-18 yaşında və yenidən başlamağa cəsarət, yəni mənə o yenidən cəsarəti verirsiniz. Mən birinci dəfə də eşidirəm ki, o anda qalır meditasiya forması. Mən sizin dediyiniz kimi onun show tərəfini düşünürdüm. Duruş, sevgi, ehtiras, yəni onu elə anlayırdım. Tango rəqsi zaten elə deyilir. Tango rəqsi ehtiraslı, amma bunun sırf başqa yöndə, yəni hissiyatla biz təslim olanda Əslində tango 2 yerə bölünür belə baxanda. Var performans üçün, şou proqramlar üçün tango. Orada təbii ki, o ehtiras göstərilməlidir. Çünki orada dekor, gözəllik daha önəmlidir ki, İnsanlar əylənsin, zövq alsın ona baxanda. Amma siz tango gecələrinə gedəndə, məsələn milonqalara, siz orada görəcəksiniz ki, heç kim orada şou göstərmək istəmir. Siz orada görəcəksiniz ki, təzə başlayanlar o şou göstərmək istəyir. Amma uzun müddət illərcə tangoya gələnlər, onlar hətta bir yerdə dayana da bilər, gözlərini yuma bilərlər və bir-birini hiss edərək, musiqinin ritminə uyğun olaraq ən yavaş hərəkətlər də edə bilərlər. Yəni bu o qədər individual bir prosesdir hər bir insan üçün və o qədər hər bir partnyora çox dərin bir dərslər verir bu rəqs. Dünyanın ən çətin rəqslərindən biridir. Öz dərin fəlsəfəsi var və qadına öyrədir təslim olmağı, partnyoruna güvənməyi, kişilərə güvənməyi, komandada bu rolu oynamağı, bəylərə isə öyrədir liderlik bacarıqlarını. Və qadının necə, məsələn, milonqa gecələrində qadın heç kimə dəyməsin, onu qorumaq üçün digər, məsələn, cütlüklərdən el eləmək üçün bir-birinə dəyməsin, strateji baxmağı və eyni zamanda tangoda bəyləri öyrədir qadınlarla göz kontaktı qurmağı. Çünki milonqa gecələrində, tango gecələrində dəvət yaxınlaşmaqla deyil, göz kontaktı ilə olur ki, birdən məsələn bir xanım dəvəti qəbul etməsə, göz kontaktı ilə bunu göstərsin ki, həmin o partnyor başqa adamların yanında pərt olmasın. Nə gözəl Sara xanım, təşəkkür edirəm sizə belə izah etdiyinizə ki, bir gün bir yerdə inşallah gedərik. Həqiqətən çox gözəl rəqsdir, tango rəqsi. Onu duyub, hiss edib yaşamaq lazımdır, anda qalmaq lazımdır. Boksa gəldikdə isə Gülər xanım, boks məndə birdən-birə bu maraq formalaşır və sonra detoks edəndə mən atamla danışanda o mənə bildirdi ki, mənim babam master idmançı olub boks üzrə. Mən də necədə, yəni mən bunu bilməmişəm, genetik şəkildə bu mənə ötürülüb. Və mənim də trenerim boks üzrə demişdi ki, əgər bir insan uzun müddət hər hansı bir idmanla məşğul olsa, o genetik mütləq ötürülür gələcək nəsillərə. Və boksda mən özümü necə hiss edirəm? Mən boksdan sonra heç kimi vurmaq istəmirəm, heç kimi aqressiv yanaşmaq istəmirəm, tam aqressiyamı orada çıxardıram və plus mən orada komandada da, indi orada qrupda yeganə xanım olduğum üçün mənə müəllim hərdən deyir ki, məsələdə sən ancaq döyə bilərsən, sən ancaq vura bilərsən, heç kim amma bəylərdən səni vurmayacaq. Hərdən, məsələn, belə bir hiss formalaşıb ki, hərdən vurulmaq lazımdır ki, özünü müdafiə etməyi də öyrənəsən. Çünki bu real həyatda belədir də. Yəni mən özüm bunu treninqini keçməliyəm ki, real həyatda müqaviməti daha güclü şəkildə öyrənim. Və burada da çox maraqlı, özümlə bağlı nəyi müşahidə edirəm? Boks nəyə öyrədir? Fokus bacarıqları artırır, aqressiyanı tam rahat neqativ emosiyalar çıxartmağa öyrədir və eyni zamanda bu mənim həyatımda ən intensiv fiziki məşqlər olub. Sizin təcrübəniz necə olub? Sara xanım, mən özüm də boksa gedəndə çox xatırlayıram ki, indiki Gülər deyil, daha naif, daha fərqli bir Gülər idi. Qırılğan Gülər olur. Boksla sadəcə çox təsadüf boksla, yəni heç anlayışım yox idi. Sadəcə elə trenerlə yaxın münasibət qurduq və mən başladım məşqə və çox əvvəl çətin idi. Sonra boksu sevməyə başladım. Boksu sevdikcə daxilimdəki mənim aqressiyam üzə çıxırdı. Yəni illərlə mən bilmədən bastırdığım uşaqlıqdan gəlmə öfkə, aqressiya mənim daxilimdə qalmışdı. Və mən o zamanlar çox psixoloqla seanslara gedirdim və işləyirdim psixoloqla, amma bilinçsiz olaraq
fərqli. Bir gün seansda da o aşkarlandı ki, boksa getməyim əslində mənim bastırdığım öfkə, aqressiya, hər bir şey daxildə qalıb, o üzə çıxır. Çünki mən zaman oldu ki, Saraxam 3 il boksla məşğul idim. Ondan sonra elə bir situasiya yarandı ki, mən bilinçsiz olaraq özümdə olmadan, öz boksda öyrəndiyim texnikalardan özümü müdafiə etmişəm. İçimdəki və qarşı tərəfdəki adama aqressiyamı buraxmışam. Və mən sonra onu özümü kamerada izlədiyim zaman, yəni bu mənəmmi demişdim. Və eyni psixoloqumla da bunu bölüşmüşdüm ki, siz düz deyirdiniz. Yəni o mənə deyirdi, amma o mənə çatmırdı. Mən özümü gördüyüm zaman özümü anladım ki, bu mənim daxilimdə qalmış, yığılmış çox böyük aqressiya var idi və inanırsınız mən çox rahatlıq tapırdım. Və disiplinlər və o zaman mən çox fitnesslə də məşğul idim. Çox ağır idman növü idi. Fitnesslə məşğul idim. Boksla da məşğul idim və fitnessdən sonra həmin gün mən boksa gedirdim, amma çox sevərək gedirdim, çox zövq alırdım, çox gözəl aqressiyam çıxırdı, o ringə çıxırdım. Mən bildiyiniz biz professional ringə çıxırdıq özdə, həqiqətən o duruş, məşğul, o boksdan öncə hazırlaşmaq dönəmi var, o böyük bir şeydir də, yəni bunu bəlkə də gedənlər, yəni biz daha gözəl, təcrübə, yəni anlayışı çox fərqli bir şeydir, həqiqətən düz mən indi son 6 ildir artıq boksa məşğul deyiləm, amma düşünürəm, yenidən nəyi saxlamışam, tangodur, boksu və yenidən mən buna həqiqətən start etməliyəm. Çox gözəl olubdur mənimdə. Və müdafiə kimi. Qadın bilməlidir, yəni özü müdafiə etməyi bilməlidir və bilmədən bəzi qadınlarda öfkə, aqressiya illərlə yığılıb qalıb, bunu buraxmalıdır. Bayaq biz danışdıq sizinlə ki, qadın hər şeyi idarə edir. O qadın tükənəndə, bax, o qadınlara boks lazımdır Sara xanım. Həqiqətən boksla məşğul olmalılar ki, daxilindəki o enerjiləri çıxartmalıdır, daha rahatlıq tapmalıdır. Və eyni zamanda boks bir də kimə faydalıdır? Uzun müddət susturulan, daxildəki səsi susturulan insanlar, hansı ki, heç vaxt bunu ifadə edə bilmirlər. Artıq o qədər öyrəşiblər ki, susmağı, danışmamağı, öz emosiyalarını bildirməməyi. Boks onlar üçün çox gözəl bir alətdir ki, sırf bu məkanda heç kim onları görmədən, mühakimə etmədən onlar istədikləri kimi o emosiyaları çıxartsınlar və insan həqiqətən də o zaldan trenirovkadan çıxandan sonra, məşqdən çıxandan sonra artıq çox fərqli bir vəziyyətdə çıxır, emosional vəziyyətdə çıxır. Həqiqətən. Daha sağlamlıq baxımından da ki, siz özünüz çox gözəlsiniz, çox gözəldir. Yəni bizim qan dövranımız, nəinki boks, digər idman növlərində də daxili həqiqətən çox gözəl təsir edir. Çox xoş oldu bunu ikimiz də bir yerdə paylaşdıq. Sara xanım, sonda sizə bir sual vermək istəyirəm. Sizin fikriniz hər bir qadınlar üçün önəmli olacaq. Qadınlar sizcə niyə bəzən qətiyyətli olmurlar? Yəni qarşılarına qoyduğu məqsədlərə çatmaq üçün sona kimi getmirlər. Bunlar qadınlar üçün çətindirmi? Yəni qətiyyətli olmaq niyə bu qədər çətindir biz qadınlar üçün? Ümumiyyətlə, qadın mövzusuna keçməmişdən əvvəl, ümumiyyətlə insan üçün, yəni genderdən asılı olmayaraq, bu məqsəd, yönümlülük, iradə gücü məsələsi çox fərqli faktorlardan ibarətdir. Bu çox kompleksli bir yanaşmadır. Bu genderdən daha çox genetik ötürülən məlumatlardan çox şey asılıdır. Yəni bu dəfələrlə də sübut olunub bir çox araşdırmalarda ki, bir çox bizim beynimizdə baş verən reaksiyalar iradə gücü ilə də bağlı olan məsələlər belə onlar genetik ötürülən məlumatlarla bağlıdır. İkinci məsələ bizim böyümə tərzimiz, hansı mühitdə biz böyümüşük, bizə necə yanaşıblar, 0-6 yaş aralığında, nə qədər biz o qayğını görmüşük, ehtiyaclarımız qarşılanıb, nə qədər biz dinlənilmişik, nə qədər bizim təşəbbüskarlığımız uşaq vaxtı dəyərləndirilib ətraf mühit tərəfdən. Əgər çox az dəyərləndirilibsə, bizim yeni bir məqsədlərə getmək yolunda hər zaman bariyerlərimiz olacaq. Bunun üzərində təbii ki, psixoterapiya ilə işləməyəcəksə. Çünki 0-6 yaş aralığında ya bizdə valideynlərin bizə olan yanaşmasından asılı olaraq bizdə güclü təşəbbüskarlıq, iradə gücü formalaşır, ya da utanc, günahkarlıq hissi formalaşır.
Və məhz bundan asılı olaraq bizdə iradə gücü özünü göstərəcək fərqli sahələrdə. Və eyni zamanda bu nə ilə də bağlıdır? Hər hansı bir keçirilən travmatik hadisələr ola bilər. Çox güclü bir travmatik hadisə yaşayıb bir insan keçmiş həyatında və o travmatik hadisənin nəticəsində beyində mənfi reaksiyalar dəyişib. Məsələn, posttravmatik stres pozuntusu həyata keçirdib uşaq vaxtı, yeniyetməlik dövründə və o qədər artıq bədənində, beynində o oturub ki, bu insanın enerjisi çatmır, fiziki enerjisi çatmır yeni bir şey etmək üçün. İstəyir nəsə etmək. Amma onun keçirdiyi travmatik hadisə və onun üzərində işləməməsi ona çox mane olur, bariyerlər yaradır və fiziki enerjini çatdıra bilmir məqsədlərinə çatmaq üçün. Bu birinci məsələ. Sırf qadınlara gəldikdə, yəni bu hansı ki genderə baxmır. Yəni bu məsələlər kompleksli bir məsələdir. Kişi qadın fərqi yox. Bəli. Qadınlarda isə əlavə bir xüsusiyyət menstrual siklla bağlıdır. Hansı ki bizə o qədər deyilir ki, sən hər gün disiplinli olmalısan, hər gün eyni bir şey etməlisən, kiçik adımlarla getməlisən məqsədinə doğru. Amma qadın təbiətində belə bir şey var ki, menstrual sikl üzərində biz yaşayırıq. Bəzi günlərdə, xüsusən ovulyasiya, yay dövrümüzdə, yaz dövrümüzdə daha çox produktiv oluruq və biz məqsədlərimizə gedən yolda hər ay bu dövrdə daha çox enerjimizi həsr ediriksə, daha çox biz cəmiyyətlə ünsiyyətdə oluruqsa, biz daha çox gözəl bir işlər görə bilərik. Nəinki eyni bir işləri, cəmiyyətlə olan bir ünsiyyəti, həddindən artıq çox enerji tələb edən işləri menstruasiya və PMS dövründə. Bunları idarə etmək çox önəmlidir ki, qadınlar menstrual sikla şüurlu yanaşaraq, bunu tracking edərək və məqsədə gedən yolda ən ağır addımları, ən çətin görünən taskları, tapşırıqları, ən çox enerji tələb edən işlərini daha çox yaz, daxili yaz və yay dövrünə planlaya bilsinlər. Və eyni zamanda burada çox önəmlidir dəstəkləyici mühitin olması. Çünki çox vaxtı o ki, normaldır, tək-tənha hər hansı bir məqsədə getmə. Bəzən o dəstəkləyici mühitin olması bizim məqsədlərimizə çatmağı öz dəstəyini də göstərə bilər. Və sonunda da mən onu əlavə etmək istəyərdim ki, bəzən bunları hamısını unutsaq, qoysaq bir qərara, bir qadın çox ciddi bir böhrana düşə bilər, çox ciddi bir böhrana düşə bilər. Və o qətiyyətlilik, məqsədyönlülük o böhrandan çıxmaq istəyi ilə bağlı ola bilər, sağ qalmaq üçün, o böhrandan özünü xilas etmək üçün. İki yerdə insan özünü, iradə gücünü, məqsədyönlülüyünü göstərə bilər, genderdən asılı olmadan. Biri həddindən artıq çox onu həyəcanlandıran ali məqsədi var və onu hər gün ayağa durmağa, yerindən qalxmağa o qədər motivasiyadır ki, o disiplini özündə formalaşdırır, daxildən gələn motivasiyadır. Və ikincisi, hansı ki, çox insanda bu özünü daha çox göstərir, bu həddindən artıq çox ciddi bir böhrandır. İnsan böyük bir quyunun içindədir, böhranın içindədir və o böhran onu vadar edir ki, sağ qalmaq üçün, böhrandan çıxmaq üçün məqsədyönlülüyünü və iradə gücünü istifadə eləsin. Həqiqətən və çox gözəl vurğuladınız. Bunu hər kəs yaşayır. Kişi və qadın fərqi yoxdur, bunu yaşayır, amma əsas çıxmağı bacarmaqdır. Bəli. Əsas orada qətiyyətli olmaq lazımdır. Orada cəsarət toplanır və ayağa durmaq lazımdır. Və məsələn, böhran nə deməkdir? Böhran bir körpüdür. İnsanın növbəti təkamül prosesinə keçid etmək üçün. Biz nə vaxt təkamül edirik? O vaxt ki, biz reallıqla üzləşirik. Reallıqla üzləşmə daha çox böhranlarla baş verir. Böhran da nə deməkdir? İndiyənə kimi mənim inandıqlarım artıq mən onu illüziya kimi görürəm ki, reallıq ancaq mənim inandıqlarımdan ibarət deyil və həyat mənə o qədər müəyyən bir təcrübələr salır ki, böhran hadisələr salır ki, mənim yanaşmam dəyişir və mən artıq reallığa daha fərqli bir xəritə ilə baxıram. Və təkamül prosesi təkcə insan bəşəriyyət tarixində deyil, ümumiyyətlə yer kürəsinin tarixində hər zaman böhranlardan olub. O vaxt ki, biz reallığa adaptasiya olmuşuq. Amma nəyə görə insanların çoxusu böyük bir problem yaşayır? Uşaq pozisiyasında qalır, çünki onlar düşünürlər ki, reallıq onlara adaptasiya olacaq. Çünki reallığı görmək istəmirlər Sara xanım. Həqiqətən olduqları mövqedə qalmaq istəyirlər. O psixologiyada da var. Müəyyən bir yaşda öz üzərində insan işləməyəndə o koridorda qalır. Hansısa bir yaş. Bu 6 yaş da ola bilər, 12 yaş da ola bilər. Psixologiyada da var. 3, 6, 12 yaş. Bu hər bir yaşda koridorda qalır, amma onu öz üzərində işləyərək, reallığı görərək, illüziyadan çıxaraq davam etməyə bacarmaqdır. Çox xoş oldu. Təşəkkür edirəm Gülər xanım. Sizinlə bu günləri maraqlı podkast çəkdik. Məncə maraqlı suallar oldu.
Təşəkkür edirəm öz təcrübələrinizi də bölüşdüyünüz üçün. Çox dəyərli idi sizlə söhbət etmək. Çox sağ olun. Çox dəyərlidir həqiqətən. Çox sağ olun. Bu günlərim podkastımızın sonuna gəldik. Təşəkkür edirəm. Növbəti podkastda görüşənə qədər.